Esselamu Aleyküm izləyicilər. Hərfləri bitirdik. İndi isə bu videoda sizə müxtəlif əlamətlərə görə hərflərin təsərrüfatı haqqında məlumat verəcəm. İlk öncə qalın və incə hərflərdən başlayaq. Qalın hərflər A səsi ilə oxunan hərflərdir. İncə hərflər isə Ə səsi ilə oxunandır. Bu barədə hərəkələr adlı dərsimiz də olacaq. Orada daha geniş məlumat verəcəm. Qalın hərfləri nəzərə salaq. Xa, sad, dad, da, za, qayn, qaf. Yerdə qalan hərflər incə hərflərdir. Bir də iki hərf vardır ki, onlar həm qalın, həm də incə hərf kimi səslənir. Bunlardan birincisi ra hərfidir. Ra hərfi normalda qalın bir hərfdir. Lakin bəzən R kimi də oxunur. Təbii ki, bu istisnalarının da yəni olacaq dərsimiz bu barədə. Yəni bəzən ra, bəzən R kimi də oxunur. Amma çox vaxt yəni qalın formada səslənir. Ləm hərfi isə əksinə, normalda incə hərfdir. Bəzən ləm, bəzən isə lam. Yəni bəzən lə, bəzən la kimi oxunur. Amma normalda daha çox lə kimi oxunur, çünki incə hərfdir. Bəzi qaydalar var ki, yəni orada la kimi oxunacaq. Bu barədə dərsimiz olacaq. Digər qeydlərimizə də baxaq. 3 pərdəyə hərf vardır. Bunlar fə, zəl, za hərfləridir. Boğaz hərflər isə 2-dir. Hə, bir də ayn hərfi. Bunlar Azərbaycan dilində qarşılığı olmayan hərflərdir səs olaraq. Özündən sonra heç bir hərfə birləşməyən hərflər isə, yəni söhbət yazıdan gedir, 6-dır. Əvvəlki dərslərimizdə də qeyd eləmişdik. Deməli, əlif, dəl, zəl, ra, zə, vav hərflərdir. Növbəti videoda isə indiyənə kimi keçdiyimiz hərfləri qarışıq formada verəcəm və onu birlikdə tapmağa çalışacaq ki, hərfləri biz ardıcıl öyrəndik. İndi qarışıq cədvəllərdə onları tapmaq da əsasdır ki, bu hərfləri daha yaxşı yadda saxlaya bilək. Bu qədər. Esselamu Aleyküm.